Üstdən bir xəbərdarlıq gəldi. Belə ki, Dünya Səyyahət Təşkilatı 42 günlük karantinin elan olunması haqqında qərar verib. Gündəm xəbərinin efirində 11 may tarixidir. Xəbərimiz isə belədir. Belə ki, Antanta virusunun yayıldığı MV Hondius Cruise gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq olunması tövsiyə olunub. Dünya Səyyahət Təşkilatının rəhbəri bildirib ki, mayın 10-dan etibarən sərnişinlərin 42 gün müddətində aktiv nəzarət altında saxlanılması tövsiyə olunur. O qeyd edib ki, üzv ölkələrə yalnız tövsiyələr verir və bu qərarı məcburi şəkildə tətbiq eləmir. Məlumata görə isə göyərtəsində təxminən 150 sərnişin olduğu MV Hondius 3 həftə əvvəl Argentinanın Ushuaia limanından yola düşərək Canary Islands istiqamətində hərəkət edib və sərnişinlərin əksəriyyətinin Amerika, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olduğu bildirilir. Qeyd edilək ki, hantavirus gəmiricilərindən insanlara keçən təhlükəli viruslar ailəsinə daxildir və virus xüsusilə siçanların sidiyi, tüpürcəyi və ifrazatı ilə təmas nəticəsində yayılır və xəstəlik ağır ağciyər sindromu və böyrək çatışmazlığı ilə müşayiət olunan hemoqrafik qızdırmaya da səbəb ola bilir. Odur ki, bu səbəbdən də məhz 150 sərnişinin 42 günlük karantinə alınması elan olunub.